Bax qızım, bu daraqdır, yun darağı. Bax bunu bizim nənələrimiz, bax belə xalça toxuydular, bax belə eləyirdilər, bax. Bax belə. Yun darağıdır. Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında bizim xalçalarımız, nənələrimiz qışda mehribancasına yığılırdılar hər evə. Qonşular, bu qış hər uşağımız, 7 uşağıydıq, 7 dənə xalça, 7 dənə palas toxuyur, verirdilər. Bax, bundan darayırdılar, sonra çöldən palıt yarpağı qırır gətirirdilər, o palıt yarpağından da boyayırdılar onu, elə bil boğaq kimi boyayırdılar. Bax, həmin bu daraqdır, yun darağı, bax, belə-belə. Buna da neft vururdular ki, yumşaq olsun. Bax, bu, həmin daraqdır, qızım. Mənim qəşəng nəvəm, indi bilmirlər cavanlar. Bu sərnişdir, qızım, bax, bu sərnişdir. Çox bahalı, bunda inək sağırdılar, sonra süd üçün istifadə edirdilər. İnək sağanda bundan istifadə edirdilər. Bax, belə, bax, belə. Bunu da yun darağıdır, qızım, bax, bu. Nənələrimiz bunda yun darayırdılar. Sonra xalça toxuyurdular, corab toxuyurdular, jaket toxuyurdular, bax, belə-belə. Yorğan döşək yunu eləyirdilər, düzəldirdilər. Sonra bunu çıxarırdılar buradan belə. Hə, sonra bu belə qəşəng olurdu, bax, belə ağ. Sonra bunu, bax qızım, belə eləyəndən sonra bax, bunu da əyirirdilər, bax, bunda belə, bunu da əyirirdilər. Budur, bax, əyrilən yer, bax, görürsən. Düşcə ora gedirdi ip. Sonra həmin ipi jaket, corab, xalça toxuyurdular. Bu da xəlvirdir, qızım, bax. Bu da xəlvirdir, bax. Bu xəlvirdir, bu dəqiqə bundan heç kimdə qalmayıbdır. Bunu da belə-belə eləyirdilər. Bax, belə, buğdanı, arpanı belə-belə eləyirdilər. Bax, belə-belə eləyirdilər, belə-belə. İndi yoxdur, bu da dəridəndir. Bunun altı sim deyil, dəridəndir. Təmiz qoyun dərisidir. Təmiz nəsə qoyun dərisidir, nədir belə, bu dəridəndir. Təkkədir. Qoca kişilərimiz gəlirdi belə, ona dayaqlanırdılar, onu təkkəyə belə söykənirdilər, söhbət edirdilər şirin. Çox gözəl olurdu, çox belə nətərdiyimi. Mehriban idilər bir-birlərindən. Bax, bu qartopdur, lovyadır, bu bağdır, belə. Bağdır, ağaçlar hamısı, indi yağışsad yağıb, hamısı çox gözəl mənzərəli yerdir. Belə eləyirdilər burada. Sonra indi bibində var, gətirmədim. Onu belə çatı eləyirdilər, alabula, ağlı, qaralı. Onun əllərində belə hörürdülər, çatı kimi odun gətirirdilər, heyvana bağlayırdılar. Heyvanı örüklüyürdülər, bunda darayırdılar keçinin tüşünü. Sonra onu belə hörürdülər, hörüş kimi, necə saç örən kimi. Onu uzun 3 metrəlik, 4 metrəlik örüyürlər. İndi bibində var, bibi orada danayı örüklüyübdür. Belə, bax, bizim belə günlərimiz var idi. Bəli, o çəkməmizin səbəbi odur ki, biz köhnə adət-ənənələrimizi unutdurmayaq və beləliklə hamıya yayaq ki, insanlar bizim köhnə adət-ənənələrimizi öyrənsinlər, bilsinlər. Yaddan çıxmasın. Çox gözəl alimlərimiz, professorlarımız, həkimlərimiz, müəllimlərimiz indi çoxu rəhmətə gedib, Allah rəhmət eləsin. Çoxu vəfat eləyibdir. Gözəl insanlar idi. Demək olar ki, bizim o Qaraqoyunlu dərəsində pis insanımız olmuyor. Hamısı çox gözəl, mehriban olur. Bir aydan sonra ot çalımı olur, ot çalırlar. Bax, o görünən o ağ çiçək, o ağ çiçəklər hamısı biz onu istifadə edirdik. Tulça deyirdik, xımı deyirdik, külpək deyirdik. Biz onun hamısını yığırdıq, turşu eləyirdik. İndiki alətlər bu günə qədər qalıbsa, biz çalışaq ki, gələcəyə də qalsın. Gələcəkdəki insanlar da desin ki, bu alətlər indiki vaxta qədər qalıb, qoruyub saxlamalıyıq. Əlbəttə qoruyub saxlamalıyıq.